edilmiş bir qəlbin bağışlanması için dua edin. Güya siz gəmi meselesini, siyasi edebiyatın getirilmesi meselesini kimese açıp demişsiniz. Bu həqiqətdir. Durduğu bir yalana, dehşetli bir böhtana inanıp, onu işimize xəyanətkar bilib üzünə kimlə vurmuş? İstəyirəm o şilləni unuda bilməməyimin səbəbini izah edin. Din, mən sizi hələ siz biçimsiz qız olanda çit paltar giyib, sıçan quyruğu kimi nazik böyükləriniz olanda sevdim.